Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir sos hazırlayacağıq. Bu sos belə deyərdim, tomatla hazırlanır. İsti yeməklərdə, yəni ət yeməklərində xüsusən üzərinə tökə bilərsiniz. Kebablarda, ondan sonra kartuşka qızartmalarında, nə bilim pirajkidə, xamır yeməklərində, spagetti, vermişil, makaron zat hazırlayanda, plus da düşbərə zat hazırlayanda, yəni pilmeni də soğutma bişirib belə suda bişirib gürcü xəncəri kimi zat üstünə belə üzərinə tökə bilərsiniz bu sosu. Çox gözəl bir sos olur. Demək bunun üçün bizə nələr lazım olacaq? Bir dənə acı biber, amma onu da qeyd edim ki, çox acı olur bu, acı sevənlər üçün. Şirin biber, reyhan buna xüsusi tam verir. Şüyüt onu kimi, sarımsaq, tomat və pul biber, duz və belə istiot əlavə edəcəyik. Təbii ki, bir də su. İndi başlayırıq əziz izləyicilər bunu hazırlamağa. Deməli əziz izləyicilər, ilk öncə götürürük belə deyək də göylərimizi əlavə edirik. Reyhanımızı zadı beləcinə bir neçə hissəyə bölüb əlavə edirik. Yəni şüyütlü reyhanı belə ki blenderimizə dolaşmasın. Bax beləcinə. Gördüyünüz kimi göylü zatdır. Belə reyhanımıza hamısını əlavə edirik. Ondan sonra bibarımızın bax bu hissəsini, saplağını beləcə kəsirik və toxumlu zatdır beləcə bura əlavə edirik. Yaşıl bibarın isə toxumu da şirin bibarı təmizlənir və bir neçə hissələrlə bölüb beləcənə qoyuruq. Və sarımsaq da bizdə 2 diş olacaqdır. Böyük dişlərdir. İndi siz 3-4 edə bilərsiniz. Yəni əgər balacadırsa 3-4 diş təbii ki olmalıdır. Bax belə. Ondan sonra üzərinə duz əlavə edirik zövqə görə. Deməli qırmızı istiotdan pul biberdir bu. Bundan edirik ki biraz acı olsun. Belə. Həm acı ümumiyyətcə sevirəm. Lazım olmayanları buradan götürək ki əlimizə dolaşmasın. Və bu istiotdan əlavə edirik. Kim istəsə bunun yerinə qara da edə bilər. Bax belə. Bunu da əlavə etdik. İnandırım sizi çox gözəl bir sos alınır. O acı sevənlər üçün, yəni kim acını çox sevirsə bu onlar üçün əsil belə deyərdim sosdur. Və 1 2 belə xörək qaşığı da tomat qoyuruq. Tomatımız da qatıdır, onu da deyim. Əgər qatıdırsa 2 dənə, şeydirsə 3 dənə də yəni duracaq və bir dənə belə armudu stəkanla bir su əlavə edirik. Bunu belə edək. Və başlayırıq blenderdə hazırlamağa. Yəni ağzını örtüb blenderdə başlayırıq. Deməli əziz izləyicilər, hazırladıktan sonra baxın beləcə açırıq. Görün necə gözəl bir sos alındı. Sarımsaqlı, ondan sonra belə deyək, keçək bibarlı, acılı bir sosumuz alındı. Görün necə gözəl bir sosdur. İndi bunu bir qaba qoyuruq. Baxın, həm tamı gözəl, həm də görünüşü